Salam, bugün istəyirəm sizlərə biraz WinRAR proqramı haqqında məlumat verəm. WinRAR proqramı hal-hazırda ən çox istifadə olunan arxivləşdirmə proqramlarından biridir. Bu proqramın köməyi ilə təzə sənədlərin həcminin azaldılması, arxivləşdirilməsi yox, həmçinin iri həcmli sənədlərin bir neçə hissəyə bölüb və yenidən tək parça sənəd kimi istifadə etməyə də imkan verir. Məsələn, olur ki, iri həcmli bir video sənədimiz var və biz bu sənədi başqa kompüterə köçürmək istəyirik, lakin videonun həcmi böyük olduğundan diskə və yaxud da flash karta yazmaq mümkün olmur. WinRAR proqramının köməyi ilə həmin videonu biz bir neçə hissəyə bölüb və başqa kompüterə hissə-hissə köçürdükdən sonra yenidən tək sənəd, yəni video kimi açıb baxmağa imkan verir. Bundan başqa WinRAR proqramında sənədləri arxiv edərkən, arxivləşdirərkən məxfi söz, yəni parolların qoyulması və s. kimi başqa imkanlara da malikdir. WinRAR proqramının adı mənası Windows sözündən götürülüb, RAR isə Roshan arxiv kimi raşifrovka olunur. Elə proqramın yaradıcısı da Yevgeniy Roshandır. Gəlin ilk öncə WinRAR proqramını kompüterimizə necə quracağımızı görsədək. Proqramı internetdən yükləmək lazımdır. Bunun üçün proqramın rəsmi saytına daxil oluruq. İnternet brauzerimizi açırıq və burada www.win-rar.ru saytını açırıq. Açılan səhifədən Zagruzisk bölməsinə daxil oluruq. Burada hər zaman proqramın sonuncu versiyası olur. Verilən siyahıdan öz əməliyyat sistemimizə uyğun olaraq seçirik. Hal-hazırda məndə əməliyyat sistemi rus dilindədir və mən buradan Russian 32 bit yükləməliyəm. Üzərində bir dəfə sol düyməm. Açılan pəncərədə Saxranit, yerini göstərirəm Rabochi stol və Saxranit düyməsini basıram. Proqramın həcmi az olduğundan çox gözləmək lazım olmur. Proqram iş ekranına yükləndi və proqramı açırıq. Açılan pəncərədə proqram lisenziyası barədə məlumat verilir. Biz bunu oxumadan birbaşa Ustanavis düyməsini basırıq. Növbəti pəncərədə proqramın hansı növ sənədlərlə işləmək istədiyimizi seçə bilərik. Mən bu hissəyə dəl vurmuram. İnterfeys ilə bağlı bəzi dəyişiklik edə bilərik. Məsəl üçün, istəyirik ki, WinRAR proqramı shortcut'ı, yəni yarlıqı iş ekranında görsənsin. Onun üçün burada işarə qoyuruq, Rabochi stol. Başqa parametrlərə dəymədən OK düyməsini basırıq. Artıq proqram yükləndi və Zapustit WinRAR düyməsini basaraq proqramı aça bilərik.